Kürdəmir rayonunun Qaraqocalı kəndində gəncin evində dünyasını dəyişdiyi müəyyən edilib. Yaxınları evində tək yaşayan kənd sakini 34 yaşlı Nurlan Dəmirovun evdən çölə çıxmadığını müşahidə ediblər. Bu zaman evə baxış keçirmək qərarına gəliblər və onun evdə həyatını itirdiyi məlum olub. Hadisə yerinə dərhal hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır. Səhər-səhər gəldim ki, toyuqlara dən atam. Dedim, ay Nurlan, işığı söndür. Day dedim, yatıb da. Hele yatanda 5 saat, 6 saat yatır. Dedim, yatıb da duracaq ayağa. Evdə olmağına evdədir ha. Çünki işıqlar yanır. Qışqırdım, Nurlan, Nurlan. Sonra skoriyə zəng elədik, skori gəldi. Elə gedirdi, gəlirdi, içirdi. Ay Nurlan içmə, Nurlan başa dönüm içmə. Bu xəstəliyə düşəyəsə. Deyirdi, yox içmirəm, namaz qılıram. Nə namaz qılmadı, nə bir şey. Heç kəsi yoxdur, ailəsi də boşanıb gedibdi. 2 uşağı var içməkdən. Bu qaraciyəri elə bir seryoz idi deyəsən. Ürək tutması da vardı. İçirdi, gözü görmürdü, ilişirdi, ayağı yıxılırdı.